İlqar, salam. Xoş gördük. Xoş gördük Zavur. Necəsiz? Sağ ol, yaxşı. İlqar, istəyirəm özünü bizim tamaşaçılara təqdim eləsən, səni tanısınlar. Müəyyən Kəlbəcərlər tanıyır, amma istəyirəm bütün xalqımız, xaricdə yaşayan soydaşlarımız, bizi izləyən Kəlbəcərlər səni tanısınlar. Zavur, mən Quliyev İlqar İskəndəroğlu 1969-cu ildə Kəlbəcər şəhərində anadan olmuşam. Kəlbəcər 3 nömrəli orta məktəbini bitirmişəm. Kəlbəcərdə böyümüşəm. Kəlbəcərdə dostlarım olub. Kəlbəcər bizim hamımız üçün doğma olduğu kimi, mənim də bir Kəlbəcərli kimi, Kəlbəcər mənim dünyanın ən sevdiyim nöqtəsi idi. Kəlbəcərdə uzun danışmayacağım tarixçəni. 90-cı ildə əsgərlikdən gələndən sonra Kəlbəcərdə vəziyyətin çox çətin, dözümsüz olduğu bir vaxta düşdü. Mən Kəlbəcər 3 nömrəli məktəbində hərbi hazırlıq müəllimi idim. Və Kəlbəcər mühasirədə olan vaxt Kəlbəcərin cavanları, Kəlbəcəri sevən, Azərbaycanı sevən gənclərimiz toplaşdıq, bir qrup yaratdıq ki, murdar ermənilərin kəndlərimizə hücumlarının qarşısını almaq üçün nələrsə eləyək. Ov tüfəngləri ilə kəndlərdə, Ermənistanla sərhəd kəndlərində əhalimizin malqaranın qorunması üçün, kəndlərimizin müdafiəsi üçün az da olsa gücümüz çatdığı qədər fəaliyyət göstərdik. Həmin vaxt mən Kəlbəcər Rus məktəbində hərbi hazırlıq müəllimi idim. Və 91-ci ilin oktyabr ayında Azərbaycan ordusu yarandı. Rəhmətlik Elçi bəyin əmri ilə milli ordumuz yaranmağa başladı və bizim məktəbdə, mən işlədiyim məktəbdə ordumuzun ilk Kəlbəcər ərazi müdafiə taborunun ilk qərargahı mənim hərbi hazırlıq kabinetim oldu və orada hərbi hissəmiz yarandı. Hərbi hissə deyəndə ki, silahımız yox idi. Ən böyük silahımız 5 atılan idi. Bir neçə kəndlərdən gətirib bizə vermişdilər. Toz 8 tüfəkləri idi, ov tüfəkləri idi. Hərbi hissə yaranmağa başladı və hər şeyi sıfırdan qurmağa başladıq. Deməli, biz Rusların o vaxtı Kəlbəcərdə hərbi hissəsi var idi. Biz oradakı zabitlərlə əlaqə yaradıb, öz şəxsi pulumuzla forma aldıq. Postlara gedəndə evimizdən yemək götürdük. Kəlbəcərin dəyərli insanları, ziyalılarımız da bu işdə bizə kömək eləyirdi. Ərzaqla, gücü çək. Kəlbəcərin daxili imkanları hesabına bir ərazi müdafiə batalyonunu yaratmağa çalışırdıq. Həmin dövrdə bir könüllü tabor da yarandı, 844 saylı hərbi hissə. Könüllərdən ibarət idi Kəlbəcərdə. Hə, mən xidmət elədiyim 809 əskərlərin xidmət elədiyi milli orduydu. Bir də 844 könüllülərdən ibarət bir hərbi hissəmiz var idi. O dövr üçün birdən xatırlayıram o günləri. Deməli, bizdə ov tüfəngi olanda murdar ermənilərdə pulemyotlar, avtomatlar var idi. Bir müddət sonra bizdə avtomatlar olanda ermənilərdə tank var idi, top var idi. Hər dəfə onlar bir addım bizdən silahlanma məsələsində bir addım bizdən qabaqda olurdular. Beləliklə Kəlbəcərin ağır günlərində Kəlbəcər cəmaatının elə hər biri bir əskər kimi o ağır şəraitə sinə gərirdilər, dözürdülər. Və bizim əskərlərimiz də, bizim hərbiçilərimiz də çalışırdı ki, Kəlbəcəri müdafiəsində öz sözümüzü deyək. Bugün 27 mart 26-cı ildir. Bugün mənim həyatımda ən ağır günlərdən biri, bəlkə də ən ağır gün olubdu 93-cü ildə. Kəlbəcərin işğalı mənim üçün həmin gündən başladı. Biz Ülfət Kərimovun, el qəhrəmanı Ülfət Kərimovun bölüyündə xidmət edirdik. 27 mart tarixində ermənilərin hücumu başladı. Biz avtomat silahlarla silahlanmış
bölüyün şəxsiyyəti ermənilərin saysız hesabsız texnikasına qarşı təəssüf ki, duruş gətirə bilmədik. Bizim bacardığımız oldu ki, o ildırım sürətli hücumun qarşısını bir balaca alaq, onların irəliləməsini zəiflədək ki, ləngidək ki, kənd cəmaatı kəndi tərk eləyə bilsin. 6 nəfər komandirimizlə bir yerdə 6 nəfər dostumuzu, silahdaşımızı o döyüşdə itirdik. Ülfət Kərimovla bərabər Rasim Qəhrəmanov, Sənan İsmailov, Kərəm, Rizvan və bir neçə dostlarımız 6 nəfər cəmi orada Yusif qardaşımız Zülfüqarı kəndindən şəhid oldular. Təəssüf ki, onların nəşini də döyüş meydanından çıxarda bilmədik. Sürətli hücum, o qədər sürətli hücum olmuşdu ki, oradan biz o şəhid qardaşlarımızın nəşini çıxarda bilmədik. Ülfət Kərimov əsgərlərini xilas eləmək üçün o döyüşdə o vəziyyəti gördü ki, ermənilər bizi mühasirəyə almaq istəyirlər. Ən təhlükəli istiqamətdə özü getdi. Gələn texnikalara qarşı, PDM-lərə, tanklara qarşı yalın əllə bir də piyada əleyhinə F1 qumbarası ilə. Başqa heç nəyimiz yox idi. Ülfət erməni tankının səngərimizə üzərinə çıxdığı anda tankın üstünə çıxıb əl qumbarasını tankın açıq lükundan içəri ataraq tankı durdurdu və o andan istifadə eləyib şəxsi heyət səngərlərdən çıxa bildi meşə istiqamətində. Sonradan biz bildik ki, Ülfət gələ bilmədi. Ülfəti vurdular. Şəhid oldu, qaldı orada. Bir neçə gün sonra Kəlbəcərin işğal dövrünün 33-cü ili gəlir. 2 apreldə. Həmin tarix indi hal-hazırda əvvəlki kimi bizim üçün çox ağır, dözülməz deyil. Çünki biz 44 günlük müharibədə zəfər savaşında qalib olduq. Həmin şəhidlərimizin qisasını aldıq. Həmin igidlərimizin ruhu şad olsun. Bütün şəhidlərimizin ruhu şad olsun. Qazilərimizin, veteranlarımızın Allah canını sağ eləsin. Bu ordumuzu belə birləşdirib, xalqımızda belə bir yüksək ruh yüksəkliyi yaradıb, bu zəfəri qazanan Ali Baş Komandanımız, bütün hərbiçilərimiz, bütün döyüşçülərimiz var olsunlar ki, bu ləkəni alnımızdan sildilər, qürurumuzu qaytardılar bizə. Kəlbəcərlilər Kəlbəcər üçün mən elə hesab eləyirəm ki, mümkün olandan da artığını elədilər. Sadəcə Rusların ermənilərlə bir yerdə Kəlbəcərə hücum eləməsi, Kəlbəcərdə yerləşən az sayda hərbiçilərimizi, polislərimizi Kəlbəcəri uzun müddətli müdafiə eləməsinə imkan vermədi. Kəlbəcər boyda əraziyə 2 tabor, bir də Kəlbəcər polislərinin qüvvəsi yetərincə deyildi. O əraziyə bu dəqiqə müdafiəsi üçün bir neçə briqada lazımdır. Hərbiçilər yaxşı bilir, orada 100 kilometrdən çox Ermənistanla sərhəd və elə bir o qədər də Qarabağ istiqamətində bizim təmas xəttimiz var idi. O ərazini qorumaq 2 taborun vəzifəsi deyildi. 2 tabor ancaq cəmaatın təxliyə olunmasında, sağ-salamat Kəlbəcərdən çıxarılmasında böyük rol oynadı ki, ermənilərin hücumunu bir balaca ləngitdilər ki, cəmaat Kəlbəcərdən çıxa bilsin. İlqar, 30 ila yaxınlıqda mən səni tanıyırım. Yəni Kəlbəcərdə gələn səni tanıyırım. Bu 30 ildə hərbi forma sənin əlindən çıxmadı heç vaxt. Bütün Kəlbəcərlilər bunu gördü. Bizi kimi sən də ən azı Kəlbəcərlə ürəyi döyünən adam olmuşsan. 44 günün müharibədə də səni ön cəbhədə gördük. İstəyirəm onun haqqında biraz danışasan bizə. Qardaş, bu 30 ildə mən dözümü ancaq o ümidlə tapırdım ki, mən inanırdım ki, bizim ordumuz Kəlbəcəri azad eləyəcək, Qarabağı azad eləyəcək, belə davam eləyə bilməz. Açığın deyim ki, 93-cü ildən sonra keçən hər gün
Kəlbəcərliləri, köçkünləri, şəxsən məni keçən hər gün Kəlbəcərdən uzaqlaşdırırdı. Bu, o vaxta kimi davam elədi ki, 2010-cu ildə Mübariz İbrahimov o elədiyi qəhrəmanlıqla elə bil sanki bizim hamımızı yuxudan ayıldı. Hamımızda bir ümid cücərdi, bir işartı oldu ki, bizim belə oğullarımız var, hələ öz sözünü deməyib bu oğullar. Həmin gündən elə bil təqvim tərsinə bizi Kəlbəcərə yaxınlaşdırmağa başladı. O günə qədər uzaqlaşdıran tarix, sonraki tarix 16-cı ildə ordumuzun o möhtəşəm qələbəsi, ilk bir ovuc torpağımızı azad eləməyimiz bizə göstərdi ki, Azərbaycan igidləri hələ var, Azərbaycan igidləri öz sözünü deməyə hazırlaşır. Biz də məlumatımız var idi, hərbiçilərimizlə görüşürdük və bilirdik ki, çox böyük miqyasda hazırlıq gedir. Biz bundan həvəslənərək Kəlbəcər keçmiş döyüşçülər, veteranlar Ağdam, Tərtər, Goranboy, Murovdağ istiqamətində bütün bayramlarda, bütün səbəb olan hər an onların yanında olmağa çalışdıq. Maddi və mənəvi dəstəklə, sovqatla gedib onlarla bir yerdə günlərimizi keçirdirdik. Ən çox da Murovdağda ki, bütün postlarda demək olar ki, olmuşduq. Biz ora hər gedəndə əskərlərimizin necə sevinməyini, necə ürəklənməyini, necə Kəlbəcər istəyini görürdük. Və bu da bizə stimul verirdi ki, biz bu fəaliyyətimizi davam elətdirək. Müharibə yaxınlaşdı, arzuladığım o an çatdı. Mən həmişə deyirdim ki, mən o gün üçün yaşayıram ki, Qarabağımızı, Kəlbəcərimizi azad görüm. Həm də şəhid dostlarımın qisasını almağa Allaha yalvarırdım ki, mənə bir fürsət versin, bir imkan versin ki, mən o dostlarımın yanına nə vaxtsa gedəndə üzü alnı açıq gedə bilim. O gün gəldi, savaş başladı, mən müraciət elədim səfərbərliyə, götürmədilər yaşla əlaqəli və izah elədilər ki, ehtiyac yoxdur, bizim cəngavər cavan əskərlərimiz var, bizim silahımız var, bizim topumuz, tüfəngimiz var. 90-cı illər deyil, indi biz erməninin başına yumruq vurmağa gedirik. Və komandir dostlarımla xahiş elədim, şərait yaratdılar, mən cəbhə bölgəsinə getdim. Orada olanda da Kəlbəcərin dəyərli oğlanları, Moskvada yaşayanlar, Bakıdakılar, buradakılar öyrəndilər ki, mən oradayam, əskərlərin yanındayam. Mənə zəng elədilər ki, İlqar, nə lazımdır, eləyək. Mən onlara dedim ki, qardaşlarım, hər şey var. Dövlət o qədər təminatı güclü eləyib ki, əskərlərimizin heç nəyə ehtiyacı yoxdur. Amma yenə də dostlar əl çəkmirdi. Deyirdilər, gələkmi, gəlsək döyüşə gedə bilərikmi? Deyirdim, yox, məni boşlamayıblar, sizi də boşlamayacaqlar. Mən sadəcə gəlib burada əskərlərə nəsə bir ürək-dirək verirəm, bir onların ruh yüksəkliyi yaratmağa çalışıram, onlarla bir yerdəyəm. Onlar çox cəhd elədilər ki, maddi dəstək olsunlar. Bir gün sosial şəbəkədəki paylaşımımı görüb bir nəfər mənə zəng elədi ki, Çindən zəng eləmişəm. Adı Samitdir qardaşımızın. Bu günə kimi də şəxsən tanımıram, amma telefon əlaqəmiz var. Telefonda ağladı, dedi, cavan oğlanam, burada indiyə kimi biznes qurmuşam. Gələ bilmirəm, mənim tayış-tuşlarım orada qan tökür, erməniyə qanı durur. Mən də qalmışam burada, neyniyim? Dedim, qardaş, vallahi heç nə lazım deyil. Çox bir dəfələrlə, bir neçə gün, hər gün zəng elədim. Moskvadakı dostlarımız, Kəlbəcərlilərimiz zəng elədi. Bir gün oturmuşduq, əskərlər səfərbərlikdə gələnlərdən dedilər ki, İlqar müəllim, filankəsin büyün oğlu olub. Səfərbərlikdə gələn hərbiçilərimizdən birinin. Elə ani momentdə yadıma düşdü, zəng elədim Samit qardaşımıza, WhatsApp-la yığdım Çini. Dedim, belə bir məsələ var. O uşağa hədiyyə, nəsə eləyə bilərsənmi? Dedi, baş üstə. Evdən bir nəfərin nömrəsini göndərsinlər mənə. 2 gün keçmişdi, həmin əskərimizin evindən şəkil göndərdilər mənə. Bir dənə bahalı kalyaska. Üstünə də ən çox mənə təsir eləyən oldu ki, üstünə də kardonda yazılmışdı ki,
filankəsə atası filankəsdən dünyaya gəlməsi münasibəti ilə hədiyyə. Atası bizim yanımızda Səngərdə idi. Samit qardaşımız 1000 manat, bir də bir kalyaskanı, yəqin ki Bakıdan demişdi, göndərtdirmişdi cənub bölgəmizdəki rayonlardan birinə. Bu xalqımızın, millətimizin birliyi nəticəsində biz arzumuza çatdıq, torpaqlarımızı azad elədik. İlqar, Kəlbəcərə ilk dəfə neçənci ilə getdiniz? Kəlbəcər azad olunandan bir həftə sonra İlk hara getdin? İlk açığını deyəcəm, ilk getdim evimizə. Evimizin yerində 1 metr divardan başqa heç nə görmədim, bircə metr. Nə qədər çalışsam da ki, toxtaq olum, amma göz yaşları öz-özünə axdı. Oradan getdim o oxuduğum məktəbə, Kəlbəcər 3 nömrəli məktəbinə. Orada da heç yerində bir dənə fundamentində bir dənə daş da yox idi, ancaq kol-kos basmışdı. Oradan gəldim, o gənc dövrümüz idi də, mən Kəlbəcərdə, o döyüşlərdə olan vaxtı, Kəlbəcəri tərk edəndə 24 yaşım var idi. O gənc vaxtımızda dostlarımızla keçdiyimiz günlər, o gözəl günləri xatırlamaq üçün Kəlbəcərin, demək olar ki, bütün qonşularımın evim, gəzdim, xatırladım, kövrək anlar oldu. Çətin oldu, amma qürurlu anlar idi, sevindirici anlar idi. Mən Kəlbəcər azad olunandan sonra ilk yeni ildə yenə də Rusiyadakı dostlarımın, Azərbaycandakı Kəlbəcərli taytuşlarımın dəstəyi ilə belə qərara gəldik ki, Kəlbəcərdəki hərbiçilərimizə sovqat aparaq, ilk yeni ili Kəlbəcərdə onların yaxşı keçirməsi üçün nəsə eləyək. Bir kamaz yüklə, indi sadalamaq istəmirəm nələr var idi, orada bir kamaz yüklə Kəlbəcərə getdim. Kəlbəcərə gedəndə yaxın qardaşımız, sənin də tanıdığın qardaşımız zəng elədi ki, polislərə də nəsə alımsanmı? Dedim, yox, yadımdan çıxıb. Dedi, bəyləşik olar, polislər bayram keçirtməsin. Təzdən bir maşında, bir pikap maşından bir də bazarlıq göndərdi ki, bunu da oradakı polislərimizə çatdırarsan. İlqar, Kəlbəcər deyəndə səndə almamı gəlir? Səndə nə hisslər oyanır Kəlbəcər deyəndə? Düzdür, bu təkrarçılıq kimin çıxır? Kəlbəcər deyəndə, qardaşım, gözəl sualdır. Buna bir mənalı cavab da vermək olmur. Kəlbəcər deyəndə mənim ilk növbədə Kəlbəcərsiz bu məcburi köçkün dövründə itirdiyim atam, anam yadıma düşür. Mən Kəlbəcərə qayıtmamış, sanki şuuraltı elə bilirdim ki, atam, anam Kəlbəcərdədir, məni gözləyir. Gəncədə dəfn eləmişdim onları. Amma elə bilirdim ki, Kəlbəcərdədirlər. O günü gözləyirdim ki, mən gedəcəm Kəlbəcərə. Anam deyəcək, ay bala, hardasan? Niyə gəlib çıxmırsan? Acından öldünmü, ay bala? Mən getdim evimizə yaxınlaşanda elə bir mənzərə gözləyirdim. Təəssüf ki, uçuq evimiz, dağılmış evimizlə rastlaşdım. Kəlbəcər deyəndə 93-cü illər üçün, Kəlbəcər deyəndə Kəlbəcər üçün canından keçmiş o silahdaşlarımı, dostlarımı xatırlayıram. Kəlbəcər deyəndə 1-ci sinifə gedəndə mənə dərs deyən Nemət müəllimi xatırlayıram. Hansı ki, qulağımızdan tutub bizə yazmaq öyrədirdi. Çox xatirələr var. Şükür bu günə ki, Kəlbəcərimiz azaddır. Kəlbəcərimizə insanlarımız köçüb, orada yaşayırlar, oradan bizi qonaq dəvət eləyirlər. İnan ki, o qədər təsirli hisli ki, bu Vüqar qardaşımız var, köhnə döyüşçü, polis, şəhid İlqarın qardaşı. Dəfələrlə mazən gedib ki, İlqar, yolunu gözləyirəm, bizə qonaq gəl, mən Kəlbəcərdə yaşayıram, ta buradayım. Bu sevinci, bu gözəl hissləri sözlərlə deməyə adam aciz qalır, söz tapa bilmirəm deməyə. Biz Kəlbəcərimiz azaddır bizim. Əskərimizin, igid oğlanlarımızın, xalqımızın və əskəri də xalq yetişdirmişdi. Ona görə xalqımızın birliyi nəticəsində
bizim seçdiyimiz prezidentimizin, dəstəklədiyimiz prezidentimizin uzaq görən siyasəti, gözəl qurduğu taktika, gözəl xarici siyasəti sayəsində torpaqlarımız düşməndən azad olundu. Biz bu uzun müddət keçirdiyimiz o hisslər döndü bizə sevinç hissinə. Düzdür, Kəlbəcərin işğal günlərində xatırlayırıq, unutmuruq. Amma indi daha çox Kəlbəcərin azad olunduğu günü qeyd edirik sevinclə. Övladlarımızın yanında mənim bir oğlum da 44 günlük müharibədə iştirak elədi. İndi zabitdə hal-hazırda prezidentimiz tərəfindən 6 medalla təltif olunub. Onlar uşaq olanda mən onlara müharibədən danışanda 3 oğlum var. Allah hər kəsin balasını salamat eləsin. Onlar mən müharibədən onlara çox söhbət eləmişəm. Onlar birdən biraz ağlı kəsən vaxtlar deyirdilər ki, ata, bən niyə uduzduq? 10 milyon Azərbaycan, 2 milyon erməni. Bizim niyə gücümüz çatmadı? Düzdür, onlara izah eləyirdim, çalışırdım. Amma çox onların verdiyi o sual çox ağır gəlirdi mənə. Amma indi deyirəm, balalarım, gördünüz, ermənini bircə yumruqla darmadağın elədik. Biz sadəcə elə bir xalqıq ki, biz istəmirdik ki, müharibə olsun, heç erməninin də övladı şəhid olmasın. Biz gözləyirdik ki, ha vaxt onlar ağıllanar, ağlı başına gələr, torpaqlarımızı sülh yolu ilə qaytararlar. Prezidentimiz də onu istəyirdi, ona görə danışıqlar aparırdı. Amma görəndə ki, mümkün deyil, 44-cə gündə bircə dənə yumruqla hamısını darmadağın elədik. İlqar, Allah sən var eləsin. İlqar, bu məsələnin nahiyəsində ümumiyyətlə ən çox görmüsən də şairləri çəkilən, biraz sənət adamlarını. Bir Kəlbəcəri olasan, şeir bilməyəsən, biraz belə üzrə səslənirsən. Şeir oxuyuram. Şeirlə ədəbiyyatla aranız necədir? Ədəbiyyatla Kəlbəcərinin sən dediyin kimi, ədəbiyyatla, şeirlə əsasda, saz sənəti ilə Kəlbəcərli olasan, aran olmuyor. Bu mümkün deyil. Şeiri çox sevirəm. Allah rəhmət eləsin. Keşkə bu günləri Bəhmən Vətanoğlu görəydi, Sücayət görəydi. Kəlbəcərsiz dünyadan köçdülər. Amma bilirəm ki, onların ruhu oradadır, ruhu şaddır. Azərbaycan şeir bilmirəm, amma şeir oxumağı çox sevirəm. Amma son dövrlərdə bəzən birdən elə olur ki, şeirə olan məhəbbətimə biraz kölgə salan şair də deyə bilmirəm də. Bəzi insanlar var ki, cızmaqara eləyir, sosial şəbəkələrdə paylaşır. Bəzi adamlar da məcbur olub ona like qoyur ki, gözəldir, qəşəkdir, amma o like eləyənlər özləri də bilir ki, gözəldir. Bir də istəyərdim ki, şairlərimizin o yazdığı şeirə uyğun özlərinin də şəxsiyyəti olsun. Bax, ən gözəl mənə təsir eləyən odur ki, o şeirlə, o şeiri yazan adamın idealları üst-üstə düşsün. Bir də ən böyük arzum odur ki, bir vaxt Kəlbəcərə qayıtmağa arzuluyurduq, qardaşım. İndi ən böyük arzum odur ki, Kəlbəcərə dönüşümüz vaxtı, Kəlbəcərin o gözəl adət-ənənələrini Kəlbəcərdə bərpa eləyək. Qoruyaq, saxlayaq. Qoruyaq, saxlayaq. O məsuliyyətdə gənclərimiz bilməyə bilər bəzi şeyləri. O məsuliyyətdə biz nəslin və bizdən böyüklərin üzərinə düşür. İndi sevinirəm, Kəlbəcərə ağsaqqallarımız köçüb, orada yaşayırlar və inanıram ki, onlar bu məsələyə çox ciddi yanaşacaqlar. Bütün Kəlbəcərlilər bilir ki, Kəlbəcərdə tamam başqaydı da. Yəni məndən 10 yaş böyük adam gələndə mən elə bir farağat dururdum, papağımı çıxardıb dayanırdım, deyirdim birdən mənə bir irad bildirər. Bizi bir yerə buyruğa göndərəndə sevinə-sevinə qaça-qaça gedirdik ki, məni adam bilib göndəriblər ki, bu işin dalınca ged. Özümüzə onu fəxr bilirdik. Kəlbəcərin çoxlu dəyərli adət-ənənələri var. İnanıram ki, onu bərpa eləmək şansı bizim əlimizdədir. İlqar, çox sağ ol, təşəkkür edirəm gəldiyinə görə. Bizə bugün müsahibəni verdiyinə görə. Sən çox dəyərli Kəlbəcərlisən, dəyərli Azərbaycan olursan. Var ol, çox sağ ol deyirəm. Sağ ol qardaşım. Mən də sənə təşəkkür eləyirəm. Bu müsahibə, yəni biz iki qardaşın söhbəti, iki dostun söhbətidir, xatirələrimizi bölüşdük. Ayın ikisi Kəlbəcərin işğal günü yaxınlaşır. Kəlbəcərdə olacaq, şəhidlərimizin
xatirəsinə ehsan süfrəsi açacağıq. O vaxt şəhid olan qardaşlarımızın heç Kəlbəcərdə ehsan verməyə macal olmadı da cəmaatın o ağır günlərində. İnşallah ki, indən sonra xalqımıza Allah Taala ancaq gözəl günlər, xoş günlər arzulayar. Qarabağ Azərbaycandır.